Avstraliyada robot toz-soranın partlaması Lati Perrim adlı şəxsin bədəninin 75%-də yanması ilə nəticələnib. Bugün TV Qafqaz Infoya istinadən xəbər verir ki, bu barədə Mirror nəşri məlumat yayıb. Partlayışdan sonra 25 yaşlı Perrim ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O artıq komadan ayılıb və indiyədək 3 dəfə əməliyyat olunub. Həkimlər yanıq yaralarının müalicəsini və bədənin müəyyən hissələrində dəri köçürməsi həyata keçiriblər. Aldığı yanıq xəsarətləri səbəbindən gənc müvəqqəti olaraq səsini itirib. Qarşıda isə onu daha bir neçə cərrahi müdaxilə gözləyir. Latinin anası Fiona Perrim oğlunun robot toz-soranın nasazlığından xəbərsiz olduğunu söyləyib. Onun sözlərinə görə, hadisə toz-soranın akkumulyatorundakı sızma səbəbindən baş verib. Qərbi Avstraliyanın Yanğın və Təcili Yardım Departamentinin məlumatına görə, robot toz-soran və digər elektronika məhsullarında geniş istifadə olunan litium-ion akkumulyatorları nasazlıq halında son dərəcə təhlükəli ola bilər. Bildirilib ki, bu batareyanın kəskin qızması, zəhərli, tez alışan və partlayıcı qazların atılması, həmçinin intensiv yanğınla müşayiət olunur. Bəzi hallarda bu akkumulyator elementlərinin partlamasına da gətirib çıxarır. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.